Rasim kişi hardadır? Hə? İndi Rasim kişi. Çöldə da. Nə? Çöldə saxlayıblar. Hardadır o? Gəlmir içəri. Niyə gəlmir? İndi də bundan qutardıq, ora gitdik. Ay Hüseyin, dünən mən inanmazdım da Ayşatı, incimə, birazca Ayşatı müdafiə eləyəcəm. Dünən saat demirəm ha, Aylin pis qızdır, sən onunla danışanda nəsə olur, əsla. Dünən gecə saat 1-də baxıram canlı yayımdasan Aylinlə. Altda da nələr yazırlar, onu heç mən qoyuram. Sonra bizim Elmirin canlı açıbdı. O canlıda baxdım. Müəyyən, hə, ver bura. Ver, hə. Bir dənə ver. Bax. Reklam arası da dostlar. Hələ veriliş başlanmayıbdır. Reklam arasıdır. Buna bax. Oturubdu Ayşat. İndi Hüseyin gələcək. Bilirsən ki, bu boyda bu qız dav eləyir. Demirəm ha, yenə deyirəm ki, kimsə demir ki, o pisdir, sənin onunla nəsə mənfi pis bir niyyətin var. Bax, Aylin səni çağırır. Bax, gör, sənə nəsə deyir orada. Özdə sonra da deyirsən ki, Ayşat niyə qısqanır? Qısqanmazsınız, sizə sual verirəm. Qısqanmazsınız, ay tamaşaçılar. Qısqanarsınız da, yəni ailədir də. Demirəm ha, nə sən, nə onun, nəsə bir daha üstünü belə deyək, cızaraq söylüyorum ki. Sənə kimsə nəsə demir. Amma bu nədir ay Hüseyin? Bax, indi bu qıza haqq verim, verməyim. Hələ gecə saat 1-dəki sənin nədir, səhv deyirəm? Düz deyirsiniz, əlbəttə ki, Xoşqədəm xanım. Dünənləri adicə hər kəs salamlayıram. Dünən adicə Aylin xanım deyir ki, ay Hüseyin, ay Ayşat, gəlin gedək bizə, gəlin gedək. Bir dedi, iki dedi, əl çəkmədi, bilmədim məqsədi nə idi. Dünənləri verilişdən çıxdıq, ümumən biz qalmışdıq. Yəni, həmin ərəfədə dedi. Yəni, bilmədim məqsəd nə idi. Hüseyin səni evə dəvət edirdi. Bərabər şəkildə. Ayrılıqdır. Yəni, indi buna nə cavab verirsən Hüseyin? Düzdür də, bir qulağına söz demək. Orada belə bir ciddi məsələ yox idi. Mən orada söz idi. Yox, ciddi məsələ sənin üçün yoxdur, amma sənin qısqanan... Mənim üçün var amma. Hüseyin üçün ailə dəyərləri heç əhəmiyyət kəsb etmir. Yox, belə siz öz yanında çağırır da. Belə nəsə desəydi, deyərdi ki, gəlmə, yaxınlaşma. İndi bax, verilişdən qıraqda olmuş söhbətdir o. Verilişdə öz fikrini bildirər də. İndi burada qoşulub. Mən bir də icazə verim, mən bayaqları müşahidə elədiyim bir məqamı sizə çatdırmaq istəyirəm. İndi mən dönmüşəm bunlara. Deməli, bayaqlara Ayşat gəldi, oturdu Hüseynin yanında. Biz Hüseynlə söhbət edirik. Yəni, normal olaraq o yoldaşını qısqanır. 3 dəfə dedi ona, sən burada oturacaqsan ki, sən orada oturmursan ki. Ay, bu sənin həyat yoldaşın. Hə, həqiqətən. Dünənlərdə bir söz dedi, hətta ona utanıram deməyə əslində. Onun xətrinə dəyir, o dünən də səni eyni səhv elədi. Yox, o fərqli tərzdə demişdi, çox mən təsir elədi. Bugün də sən eyni səhv eləyirsən Hüseyin. Yəni, insan görməzdən gələ bilir, amma o qadın da onun xətrinə dəyir, o toxunur. Sonra sən deyirsən ki, sənə hörmət eləsin. O sənin kimi özünü öldürə bilmir, çıxıb canlılarda özünü parçalaya bilmir. Ay, bu məni yorub. İnsanı döyə-döyə qapının ağzına gətirməyin. O qapını çırpıb gedəndə sonra deyirsiniz ki, filan kəs çıxdı, getdi. Ay, sən onun vəziyyətə gətirib çıxartırsan. Xoşqədəm xanım, mən istəyirəm artıq. Günü-günə qatmaq istəmirəm. Psixoloqa həqiqətən getmək istəyirəm. Özdə Könül xanımın psixoloq. Yəni, istəyərdim bizə psixoloqluq etsin. Və istəyərəm ki, övladımız da yanımızda olsun. Görək, kimin səsindən Səccad diksinir. Çox xahiş edirəm. Səccad kimin səsindən deyir? Yəni, keçən dəfə Hüseyin deyir ki, Səccad Ayşadın səsindən diksinir. Diaqnoz verirək də, təcrübə deyirlər də, təcrübə. Arasında bizim qonaqlarımızın söz yaratmayın. Əli müəllim üçün dəyərli bir insandır. Mən heç bilmirəm siz Əli müəllim mənim üçün çox dəyərli bir insandır və Əli müəllim işində çox profesionaldır. Nömrə 1 mərkəzində çalışır. Mən əminəm ki, Əli müəllim sizə
çox qonaqlar doğru bir yol arasında bəli, göstərəcək. siz söz söhbət yaratmayın, xahiş eləyirəm. Ona görə də Könül xanımı belə qalmaqallara salmasanız daha yaxşı olar. Buyurun. Hüseynə çox bu məsələni burada müşahidə elədi, müşahiət elədik, baxdıq, gördük. Bircə sual verəcəm. Hüseyn, indi aydın məsələdə Ayşad səni qısqanır. Bunu bütün milyonlarla insanlar bilir. Sən Ayşadı heç qısqanırsanmı? Yox. Qətiyyən. Yox, mən istəyirəm özü cavab Özü desin. versin. Qoyun özü desin. Bizim sözümüz. Biz hər şey olmur. Bax, mən bir dərəcə xoşlayam. Yox, mən konkret sualıma Mən xeyr, cavab qısqanmıram. verirəm. Niyə? Niyə qısqanmalıyam ki? Niyə qısqanmırsın? Etibar edir. Etibar eləyirəm, mən güvənirəm. Həzrət Əleyhisselam onun çox gözəl bir kəlamı var. Deyir, o qısqanmayan kişilərdən bacardığınız qədər uzaq gəzin. Demək ki, sənin xanımın sənin üçün önəmli deyil. Önəmlidir, niyə önəmli deyil ki? Mən sualı verməkdə məqsədim var idi. Bilirsiniz, Könül xanım, indi bilmirəm, siz psixoloq tərəfindən yanaşırsınız ya necə? Amma mən həyatda sevən bir insan kimi, bir qadın kimi, həyat yoldaşımı istər-istəməz qısqanmışam. Mən də bir qadınam. normal olaraq. Amma mən çox vaxtı yoldaşıma sual verirdim ki, sən qısqanmırsan elə bil. Deyirdi ki, sən nə bilirsən? Deyirdi, mən sənə çox güvənirəm və inanıram. O nöqteyi nəzərdən mən o sualı verdim ki, Hüseyn, görün Ayşad özünü necə aparıb ki, necə onda inam, etibar, güvən qazandırıb ki, Ayşadı o qısqanmır. Yəni bu güvəni də verən ona Ayşaddır, ha. Yəni bu bir tərəfli məsələ deyil. Dostlaşırlar. Mən əslində xoşlayam xanım. Mən özüm istədim ki, bunlar barışsın, mehriban olsunlar. Amma onlardan barışan olmaz. Yəni nəysə, keçək siz öz mövzularınıza keçin. Artıq öz mövzumuzdan danışaq da. Yəni mənim hansısa qadınla, kimlə, amma sənə açıq deyirəm, sənin qadınının qısqandığı şeyləri biraz da Hüseyn, sən özünə bir çəki düzən ver. Gecə saat 1-də sən canlıdasan və o canlıda yazılanları da mən oxudum. Hətta istədim axşamınız xeyir yazmama çıxdım canlıdan. Çünki o yazılar mənə bir qadın olaraq təsir elədi. Bəli. Bu qədər. Könül xanım deyir ki, qısqanma məsələsi. Məsələn, Ayşət Hüseyni qısqanırdı. Nə baş verir? Artıq Ailə dağılır. qadın bilirsiniz nəyə görə Ramal bəy Mən qısqanır? razılaşmıram. Qadın sevgisi Ayşətin hərəkəti, İmkan üzr verin istəyirəm. cavab verək O də. tamamlayayım da Bir düzgün. qadın niyə qısqanır? Düşmüşük hamımız o Qısqanmır, əl bunda boyda qızın xəstəlikdir. üstünə. Xəstəlikdir, bu qısqanma Xeyr, deyil. xəstəlik deyil. Bir dəqiqə, çox Xəstəlikdir. xeyir. Ailəni qorumaq İnsan xəstəlikdir. sevgi görmək istəyir. Həyat yoldaşından sevgi istəyir. Yo Ayşad, sən də Əgər qısqanclığın istəyir- həddi daha çoxdur Bəlkə sən. Hüseyin ona sevgi göstərmir, ilgi göstərmir, hər şey Göstərmir. deyil. Fakt Yox, mən göstərmir. O sevgi Mən yaranmazdı onda, şəxsən qısqancıq yaranmazdı onda. Ailen 2 gündə gəlib bura. İndi salam verib qələt elədi, bir də salam vermərik. Mən Onu gördüm, şəxsən, başa düşdüm. Könül Düzdür xanım. Xoşana xanım. O mənə də xoş deyil. İlk gündən deyirdim və hamı da məni qınayırdı. Hətta siz daxil olmaqla. Mən bu cür ilk gündən demişəm, indi hamı razılaşır. Ya mən izləyirəm də, istər sosial şəbəkələrdə, istər rəftarın, istər digər xanımlar, istər şəhərlər, hamısı sənin xeyirvədir ki, hamı mən boşansam belə, cəmaət dedi ki, halal olsun sənə, sən haqlıydın, amma elə deyil. Yəni sən ailəvi dağıtmağa artıq qarşıya qoymusan məqsəd kimi davam edirsən. O xanım isə ailəsini qorumağa çalışır və artıq hamı keçir onun tərəfinə. Çünki artıq sənin səhvlərin bir-birini əvəzləyir. Artıq. ailəsini Mən heç bir səhv eləməmişəm. Sındıra bilməz, alçalda bilməz. Son qoyacam hər şey. Başçı kimi çox etibarsız Hüseyn bir ailə başçı sustum, kimi bir yerə Hüseyin gəl. ipin üstünə odun yığmaq olmaz. Yo, mən qatılmıram. Verməz axı. Biz bunu zaten bilirik. Xeyr, Amma xeyr, çox yanlış bu dinləri bilirsiniz. açmanlar. Bilirsiniz. Mən ona qatılmıram. Bilirsiniz yenə də Seyran müəllim. nəzərinizə çatdırıram. Bir ailə başçısı kimi etibarsız. Niyə? Bunu Bir ailə bilirik. başçısı kimi Neyniyib? onun ipin üstünə odun Neyniyib? yığmaq. Nəyi bilirsən? Niyə görə? Neyniyib? Ay Neyniyib? Zeynep, niyə Bilirik görə? də Ailə yeni başçısı Ha, bilirsən olaraq bil də. etibarsızlıq. Bilmədiyin şeylər çoxdur, bilirsən bil. Bir xahiş edirəm, bir hörmət edək bir-birimizə. Xeyr, mən artıq son qoymaq istəyirəm. Səccadımı da özüm böyüdəcəm. Kim nə eləyəcək özün olacaq. Sonra da məni axtaranda gec olacaq. Yox, amma o səni sevir. Allah ciddiyəm Allaha. Məni heç kim sındır. Ayşad, Ayşad, burada açar var. Bu qutuda açar var. Mən 100% bilirəm kömək eləyəcəklər Ayşada. 100% bilirəm. Cənnəsin bu Ay xoş gələn. Açıqladım da, göstərmədən Quyruğu qutunu sırandan deyirəm. sonra, orada hər dəfə sındırılmaq, alçalmaq olandan sonra orada o nə ailədən söhbət gedə bilər.
Siz həqiqətən mən bəhətdəl qalmışam. Boş şeylərə. Mən anons Boş şeylər verdim. desin. Amma bunlar bu anonsu elə bil ki, adi də konfet kağızıdır, yaxud da ki, nə bilim, mən şokdayam. Ay qız, mən anons verdim. Hüseynin bütün yollar bağlansın, mən sizə açıq deyəcəm. Hüseyin məcbur qalsın, geçsin, yığınsın bunların evinə və salam. Xeyr, mənim məqsədim o deyil. Sənin məqsədin ola bilər, mənim məqsədim deyil. Mən buna möhtac olum. Bu Xeyr. onu görməyəcək onu. Sən Görməyəcəksən. sən onu görməyəcəksən. Mən küçədə qalaram, mən gedməyəcəm ora. Mən sənə demədim, Bu gəl onu gedək istiqoşuna bizə. xanım. Bu bax hər şey söhbət yaratmaqda məqsədi odur ki, hər yerdə mənim yolum qapansın. Xeyr, Mən buna mənim möhtac olum, məqsədim demirsən deyil. oturtun Sən bunların elə evində. hərəkətlər eləyəndə mən nə cavab verim? Sən mən susub alçatmalıysan, mən də susub belə durmam. Səni kim alçaldır ki? Elədiyin hərəkətlər düzgün hərəkətlər deyil. Sən canlı Bir adama mən salam demədiyin vermirəm. sözlər Salam qalmır. verim. İzləyiciləri qoşursan giz-giz adamları, ağlına gələni danışır. Ailə söhbətləri TikTokda olur, yoxsa burada olmalı. Mən ailə Burada söhbət eləməm. Şimdi ictimailəşdirirsə ailəm burada qoşub orada. olmalıdır. Düzdür, mən də Hər başa dəfə düşdüm, səhv deyirəm. eləmişəm. Bəsdir, Onu bəsdir. çıxartdıq getdi, atdıq getdi. Və salam. O bir ailənin 2 gündür gəlib bura. Aylar deyirlər də onun söhbət getmir ki. Sən kiməsə... Şeydir, Sən ailində öyle, sən artıq Hüseyin, gözündən düşübsən. Hacı bəy bir dəqiqə, Hüseyin. Söhbət ailəndən getmir, o qız ailəni demir. Dünənlər mən biraz sənin canlında oldum. Orada tamaşaçıların, izləyicilərin fikirlərini oxudum. Yəni bu mənə qadın olaraq təsir elədi. Sənə bir şey deyim, sən çox yaxşı oğlansan. Açığı Ayşadda çox mənfi, xüsusilə qısqanclıq, yersiz qısqanc. Bunlar hədsizdir. Biz Ayşadın səhvlərini bilirik. Amma dünən səni 5 dəqiqə izləməklə mən o 5 dəqiqədə gördüm ki, sənə məsləhət verim də, bir ana kimi sənə, sən ana, ata məsləhəti görməmsən. Mən sənə bir ana kimi məsləhət verirəm. Ayrılacağın, hətta ayrıldıqdan sonra belə Allah eləməsin, Allah sənin yuvanı, balanı atasız, anasız eləməsin. Ayrılacağın təqdirdə belə, sən evli olduğun, bərabər 1 il, 5 il bərabər yaşadığın qadını hər zaman başının üstündə tut. Qadını heç vaxt alçaltmayın. Qadını heç vaxt səninlə yaşadın, səninlə bərabər bir gün belə yaşayan bir qadını icazə verməməlisən ki, orada hansısa izləyici təhqir eləsin. Mən onların hamısını gördüm dünən sənin səhifəsində. Yəni, nəzərə al ki, həm də o sənin oğlunun, o belə sevdiyin oğlunun anasıdır. Bunu unutma Hüseyin. İndi keçək. Ayşad, mən anons verdim buradan. Anons sizə konfet kağızı kimi gəldi. Bu qutuda konfet kağızı yox, bu qutuda açar var. Və bu sizin üçündür. Hüseyin və sənin üçün. Sevinmədin? Düzün denən. Mənim ürəyim Allah partlayır, sizdən sağ döyünür. olsun. Ayşad, sən sevinmədin? Nə deyə bilərəm Xoşqədəm xanım? Hər şey göz önündədir. Artıq sevinmir. Sevinmədin? Mənə desəydilər ki, bu qutuda açar var, mən indi orada belə, əgər sənin vəziyyətində, sənin şəraitində yaşasaydım, mən bilmirəm ki, nə iniyərdim. Mən bəlkə də sevincdən ürəyim dayanardı. Açıq deyirəm sizə. Yəqin Hüseyin ana evinə getmir də, qaynən evinə getmir, ona görə Ayşə... Bilirsiniz, bu nəyə mənə Bunun məqsədi odur, xatırlatdı? At Xeyr, çəkməyəcəm. mənim məqsədim Bir zaten nəfərə ev yoxdur. açarı vermişdi. Bir də gördüm, getdi, hə, ev nə vəziyyətdə, ha, yəni, məsələn, deyəcəm, bunu deməsəm ürəyim partlayar. Bir də gördüm ki, o evdə işləyən ustalardan biri zəng elədi mənə. Dedi, Xoşqədəm xanım, o evi verdiyiniz şəxs var, burada deyir, elə danışır mənimlə ki, adam da, yəni, böyük tikinti işlərini aparan bir adam, ha, yəni, sıradan bir insan deyil, Qazaxstanda, Orta Asiyada. Deyir, mənim üstümə belə qışqırır, deyir, bu nə də, bunu belə dəyişdirin, onu belə eləyin. Mən şok yaşayıram, deyir, Xoşqədəm xanım. Mən bunu, deyir, Allah xatiri üçün eləyirəm. Adam deyir, burada az qala mən salıb ayağının altına öldürəcək. Mən ondan sonra yəni mən həqiqətən də təəccüb içərisində bilmirdim, adamdan dəfələrlə üzr istədim. Həyatımda da
peşman olduğum, yəni gördüyüm işin biri odur da. Çünki mən şükr etməyi, minnətdarlığı, təşəkkürü bacarmayan adamlarla yəni çalışıram tez ayrılımda. Yəni həyatında qazanıb ala bilməyəcəyin bir ev verilib sənə. Sən ola bilər ki, onun aboyu oradan belə qopub və yaxud da nə, bunu sən özün düzəlt də bunu da sənə. Ev, o cür torpaq sahəsi, sən gərək uçasan nə, sən az qala adamı öldürəcəkmişsən. İndi Ayşat, ondan sonra mən təəccüblənməmişəm, amma mən dəhşətə gəlirəm. Biz niyə görə Xoşelam? Pis olur ki, Hüseyin, Allah sizə can sağlığı versin Xoşelam xanım. Hər zaman dualarım sizinlədir. Allah balalarınızı mübdaq eləsin. Allah ananıza atanıza rəhmət eləsin. Burası pis oldu ki, rayona getmək çıxdı əldən. Hüseyini əsir götürə bilməyəcək. Xeyr. Əksinə, sənə güvənmir, ona görə bilir ki, xoşbəxt yaşa bilməyəcək o evdə. Sən gələdin 3 gün 5 gün sakit gələksən, belə gələksən TikTok-lərə, oynan buna münasibət quracaq. Ona görə narahat ol. Hacı bəy, aparsın, kəmədə gəlib TikTok şeylə, muktok şeylə. Necə apar?